Əli əleyhissalam dünyanın bir xüsusiyyətindən danışır. Deyir ki, dünyaya yiyələnənlər var ha, ondan faydalananlar. Sevinc içərisində yaşasalar da qəlbləri daim ağlayır, özlərinə xəbəri yox. Çünki qəlb qidalanmır, ruh qidalanmır. Dünyadan onlara nəsib olan nemətlərə görə zahirdə şad olsalar da əslində yorğundular. Görün nə gözəl deyir. Vallah siz bir dünyəvi insana baxın, bütün fikir zikri dünyaya aid olan məsələ. O əslində yorğundur. O əslində özü də bilmir neynir. O daim çalışır ki, görüm nədən ləzzət ala bilərəm. Ona bir dənə şeyin xəbərini verəndə daim çalışır ki, hansısa şad xəbər eşitsin ki, şad olsun. Məsələn nə? Görə indi nə olur? Bir nəfər buna dedi ki, axşam gəl gedək yaxşı bir yeyib içməyə. Onda şad olur. Bir nəfər buna dedi ki, maşınını dəyişmək istəyirsənsə mən sənə köməklik eləyərəm, maşınını dəyəş. Onda şad olur. Qalan hallarda nə hələ ki belə gedir. Hələ ki belə ortadır, gedir. Birdən yaxşı olmayan şeylər eşidir, düşür, narahat olur, dilxor olur. Nə bilim, baxır biraz borcu var, baxır filandır, baxır yorulub, baxır filan işi də görmədim. Daim dilxordur və elə hey gözü yoldadır, qulağı səsdədir ki, məni sevindirən xəbər gəlsin. Nədir səni sevindirən xəbər? Burada maddi bir məsələ var. Məni filan qonaqlığa çağırdılar. Filan kəs deyəsən bizə gələcək. Bilmirəm, indi hərəni sevindirən bir şey var da. Gözü yolda, amma irfan məsləkli insan belə deyil. Daimi Rəbbi ilə danışır, daim şaddır. Hətta qarşısına bir narahat edici məsələ çıxdısa, gördü ki, övladı xəstələnib, Rəbbi ilədir deyə, qəlbən, dildə yox. Qəlbən Rəbbi ilədir deyə bilir ki, Allah ona kömək eləyəcək. Sanki Allah ona deyir ki, mən bənim narahat olma. O təkcə sənin övladın deyil, mənim bəndəmdir. Ruzisini yetirəcəm, istiqamətləndirəcəm, hər şeyi düzəldəcəksən, narahat olma. Sən elə məni zikr etməklə keyfini davam elə.